Salam uşaqlar. Azərbaycan Sasani dövlətinin tərkibində mövzusu haqqında qısa məlumat vermək istəyirəm sizə. Deməli, Sasani dövləti yaranmamışdan əvvəl Azərbaycanın həm şimal hissəsi, həm cənub hissəsi, Albaniya və Atropatena demək Parfiyanın kiçik əşəklər sülaləsinin tərkibində olmuşdu. Bizim eranın 1-ci əsrində biz Atropatenada Aryovastın ölümündən sonra Parfiyanın kiçik əşəklər sülaləsinə keçməsi haqqında məlumatımız var. Eyni zamanda Albaniyada bu dövrlərdə Parfiya dövlətinin tərkibində olmuşdu. Eramızdan əvvəl 1-ci əsrdə, 2-ci, 1-ci əsrlərdə artıq Parfiya dövləti yavaş-yavaş zəifləyir və bu zaman ondan asılı olan ölkələr müstəqilliyə çıxmağa çalışırlar və nəticədə Albaniyada və digər ərazilərdə yerli hökmdarlar güclənirlər. Yerli hökmdarların güclənməsinin qarşısını almaqdan ötürü Parfiyalılar onların hakimiyyətlərini məhdudlaşdırırlar. Belə bir vaxtda iqtisadi münasibətlər inkişaf edir, torpaq sahibliyi, əkinçilik, maldarlıq, əmək münasibətləri, mal mübadiləsi inkişaf edir və torpaqlar həmin vaxtı varlı insanlara, hökmdara, dini qurumlara və quldarlara məxsus idi. Bəzən hökmdarlar öz yaxın adamlarına böyük torpaqlar paylayırdı və hərbi xidmət müqabilində bu torpaqlar digər insanlara da verilə bilirdi və beləliklə feod meydana gəlir. Feod sözü Avropada adətən işlənir, Azərbaycanda isə ona yaxın ölkələrdə isə mülk və mülkədar ifadəsi işlənmişdir. Zaman-zaman bu torpaqlar irsən keçməyə başlayır və beləliklə cəmiyyətdə yeni bir quruluş olan feodalizm quruluşu meydana gəlir. Feodalizm quruluşu bizim eranın 3-cü əsrindədir. Bu dövrdən artıq eradan əvvəl hadisə görməyəcək. Feodalizm quruluşunda 2 təbəqə var. Varlılar feodallardır, aşağı təbəqə isə kəndlilərdir. Kəndlilər 2 yerə bölünür, asılı və təhkimli. Asılı kəndli istədiyi vaxtı feodalın yanından köçüb başqa feodalın yanına keçə bilir. Təhkimli kəndli isə istədiyi vaxtı öz feodalının yanından köçə bilmir. Yəni ona təhkim olunub, onun torpağına təhkim olunmuşdu. Azərbaycanda təhkimli kəndli yox idi. Azərbaycanda feodalizm tez yaranmış, gec başa çatmışdı və Azərbaycanda feodalizm tez yaranıb, gec başa çatmışdı. Eyni zamanda feodalların şəxsi təsərrüfatları yox idi, çünki süni suvarma da baha başa gəlirdi. 224-cü ildə Parfiyanın kiçik əşəki sülaləsi sona çatır və beləliklə 226-cı ildə Sasani dövləti yaranır. Sasani dövlətin yaradıcısı Ərdəkir Babəkan olmuşdu. Yaranmağından bir il sonra Atropatenanı özünə tabe edir və 227-ci ildə bunun səbəbi Atropatenanın təbii coğrafi şəraiti, bundan başqa yerinin strateji cəhətdən uyğun yerdə olması, ticarət yolları üzərində yerləşməsi, bütün bunlar Atropatenanın tutulmasına səbəb olur və tutulan kimi 227-ci ildə Atropatena dövləti süquta uğrayır. Albaniya dövləti isə öz müstəqilliyini hələ ki qoruyub saxlayır. Sasanilərdə torpaq mülkiyyət formaları və vergilər var idi. Xostaq şərti verilən torpaq idi. Dastakert isə irsən keçən torpaqlara deyilirdi və Sasanilərdə əhalinin təbəqələrində kahin, döyüşçü, məmur və vergi verənləri göstərmək olar. Ərdəşir Babəkandan sonra Sasani dövlətində hakimiyyətə 1-ci Şapur gəlir. 1-ci Şapurun dövründə Zərdüştlüyün zorla yayılması haqqında qərar verilmişdi. Eyni zamanda 1-ci Şapurla paralel olaraq Albaniyanı isə 1-ci Vaçe idarə edirdi. Amma Ərdəşir Babəkanla paralel olaraq isə Albaniyanı Qoçaq Vaçaqan idarə etmişdi. Qoçaq Vaçaqan Albaniya vilayətlərini birləşdirmişdi. Eyni zamanda o həm hakim, həm hökmdar, həm ordu başçısı vəzifələrini yerinə yetirmişdi. 481-529-cu illərdə Albaniyada Məzdək hərəkatı baş verir. Sasanilərə qarşı idi, amma onlar Sasanilərin ölkədən çıxmağını yox, ədalətli cəmiyyət və əmlakın bərabər olmağını istəyirdi. Belə bir vaxtda Sasani şahı Qubad Məzdəklərə qarşı çıxdı və
İlk dövrlər Qubad məzdəkləri dəstəkləyir və özünə qarşı baş vermiş üsyanları yatırmaq üçün ondan istifadə edir. Lakin Qubadı əyanlar ölkədən qovurlar. Daha sonra Qubad bir təhər hakimiyyətə qayıdır, ölkəyə qayıdır və ölkəyə qayıtdıqdan sonra artıq o məzdəklərə divan tutur və hərəkat yatırılır. Məzdəklər manilərin təlimini əsasında fəaliyyətlərini qurmuşdular. Maniçilik isə 3-cü əsrdə yaranmış. Onlar bütün dinləri birləşdirmək istəyirdilər. Amma maniçilər xeyrin şər üzərində qələbəsinə inanmırdılar və maniçiliyin olduğu ölkələrdə müharibələr dayanır. Məsələn, buna Uyğurları göstərmək olar. Bölgü Xaqanın dövründə Uyğurlar maniçilik təlimini qəbul etmişdilər və beləliklə onlar müharibələrdən imtina etmişlər. Bu isə ölkənin zəifləməsinə, mərkəzi hakimiyyətə qarşı narazılıqların baş verməsinə səbəb olmuşdu. Albaniyada müxtəlif vilayətlər var. Bunu Kürün sağ və sol sahilində olan vilayətlər kimi götürmək olar. Məsələn, Qəbələ, Şəki, Kampensina, Lipina, Çola kimi vilayətlər Kürün sol sahilində olan vilayətlərdir. Kürün sağ sahilində Arsaq, Uyti, Paytakaran, Sünik kimi vilayətlər var idi. Qoçaq Vaçaqan haqqında danışdıq. Daha sonra 1-ci Şapur haqqında danışaq. Sasani şahı 1-ci Şapur hakimiyyətdə olan zaman Albaniyada hakimiyyətdə 1-ci Vaçe olmuşdu. 260-cı ildə 1-ci Şapur Roma ilə müharibə aparmış və Romaya qalib gəldikdən sonra ətraf ərazilərə məktublar göndərərək ona tabe olmaqlarını tələb etmiş. Albaniya tabe olmayacağını bildirsə də 262-ci ildə Nəqşi Rüstəm abidəsindən biz görürük ki, artıq Albaniyada Sasanilərin tərkibinə daxil olub. Çünki həmin abidədə Sasani dövlətinin tərkibinə daxil olan ölkələrin siyahısı verilmişdi. 313-371-ci illərdə Albaniyada hakimiyyət başına Urnayr gəlir. Urnayr ilə paralel isə Sasani dövlətində hakimiyyətdə 2-ci Şapur olur. Və bu dövrdə Roma-Sasani müharibələri baş verir. Təbii ki, Albaniya 262-ci ildən Sasanilərin tərkibində olduğuna görə bu dövrdə Albaniya Sasani ilə birlikdə Romaya qarşı vuruşur. Müharibə gedişatında 2 döyüş olur. Amid və Dizraf döyüşlər və hər ikisində də Urnayr Sasanilər tərəfdə vuruşur. 359-cu il Amid döyüşündə Urnayr Sasanilərlə birlikdə Romaya qalib gəlir. Lakin 371-ci il Dizraf döyüşündə Urnayr məğlub olur və ağır yaralanır. Eyni zamanda Uti, Kolt, Girdiman və Sakaşen vilayətləri Roma tərəfindən tutulur. Lakin 387-ci il müqaviləsində, yəni Roma-Sasani müqaviləsinə əsasən Albaniya itirilmiş həmin o vilayətləri geri qaytarır. Bundan başqa Albaniyada din haqqında danışaq. Albaniyada ümumiyyətlə Azərbaycanın şimalında və cənubunda bütpərəstlik, sərdüştlük, daş heykəllərə sitayiş kimi dinlər mövcud idi. Hətta Qüdsdən və Suriyadan xristianlar gəlirdi və xristianlığı yayırdılar. Məsələn, 313-cü ildə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan etmişdi. Eyni zamanda Xocavənd rayonunda həmin dövrə aid Amaras monastırının olması da göstərir ki, erkən orta əsrlərə aid deyək ki, Amaras monastırının olması da göstərir ki, Albaniyada xristianlıq mövcud olmuşdu. 5-6-cı əsr Albaniyadan danışaq. 5-ci əsrin birinci yarısında Albaniyada Asvagin adlı hökmdar hakimiyyətdə olmuşdu. O əsasən təhsilə xüsusi diqqət yönəltmişdi və uşaqları məktəbə cəlb etmiş, köhnə Alban əlifbasında olan kitabları yeni Alban əlifbasına tərcümə etdirmişdi. Eyni zamanda Suriya və Yunan dilində olan kitabları da Alban əlifbasına tərcümə etdirmiş və məktəblərdə tədris etdirmişdi. 444-cü ildən 463-cü illərə qədər Albaniyada hakimiyyətə 2-ci Vaçe gəlmişdi. Onunla paralel olaraq Sasaniləri Firuz, Yezdəgirt və 2-ci Yezdəgirt və Firuz idarə etmişdi. 2-ci Yezdəgirtlə 2-ci Vaçenin qohumluq əlaqəsi var idi, Firuzun da həmçinin. Belə ki, 2-ci Yezdəgirt 2-ci Vaçenin dayısı idi və 2-ci Vaçe özü xristianlığa meyilli hökmdar olmuşdu. Artıq bu dövrlərdə hökmdarlar Albaniyada xristianlığın azad yayılmağına icazə vermirdilər. Yəni, Urnayrın dövründəki kimi deyildi vəziyyət. Nə qədər ki, 2-ci Yezdəgirt sağ idi, 2-ci Vaçe xristian dinini yaymırdı. Lakin 2-ci Yezdəgirt vəfat etdikdən sonra
2-ci Vaçe xristian dinini fəal şəkildə yaymağa başladı və hətta bunun üçün qiyam da qaldırdı. Amma qiyamda onun məqsədi həm də Sasanilərin tərkibindən çıxmaq idi. Yəni tək xristianlığı yaymaq fikrində deyildi o. Və Çora dərəsini o tutmuşdu, Massagetləri öz tərəfinə çəkmişdi. 462-ci ildə isə Firuz Haylandur Hunlarını köməyə çağırmışdı və beləliklə münaqişənin sonunda 2-ci Vaçe uduzmuş, amma Firuz ona qohumluğuna hörmət edərək onu öldürməmiş və ona icazə vermişdi ki, öz torpaqlarında feodal həyata sürsün və həyatına davam etsin. Lakin Sasani hökmdarları artıq Albaniyada hökmdarların hakimiyyətə gəlməsinə icazə vermirlər və 30 il hakimiyyətsizlik dövrü kimi qeyd olunur 463-dən 493-ə qədər. Bu həm də 2-ci Vaçe üsyanının bitməsidir 463-cü il. Lakin hakimiyyətsizlik dövrü tam başa çatmadan 487-ci ildə Albaniyada yeni bir hökmdar hakimiyyətə gəlməyinə Sasanilər icazə verir. Bu 3-cü Mömin Vaçaqan idi. 3-cü Mömin Vaçaqan da 2-ci Vaçe kimi xristianlığa meyl edən şəxs idi. O da 488-ci ildə Albaniyada xristianlığı yaymaq üçün Aquin kilsə məclisi çağırmış. Eyni zamanda o xristianlığı təbliğ edən məktəblər açdırmış, məbədlər tikdirmişdi. Aquin kilsə məclisini çağırmaqda məqsəd ölkənin dini birlik yaratmaq, Albaniya müstəqilliyini möhkəmləndirmək idi. Eyni zamanda Alban kilsəsinin dayaqlarını möhkəmləndirmək idi. Lakin kilsə məclisi istənilən nəticəni vermədi. Xristianlığın feodal əsasları və Albaniyada feodalizmin inkişafına yol açdı və eyni zamanda müəyyən vergilər haqqında qərarlar qəbul edildi. 3-cü Mömin Vaçaqanın bu hərəkəti də Sasanilərin xoşuna gəlmədi. 2-ci Vaçedə olduğu kimi onu da hakimiyyətdən uzaqlaşdırdılar və beləliklə Albaniyada ikinci hakimiyyətsizlik və yaxud ikinci Sasani mərzibanlığı və yaxud uzun müddətli hakimiyyətsizlik dövrü başladı və bu 510-cu ildən 629-cu ilə qədər davam etdi. 630-cu ildə isə Albaniyada yeni bir sülalə hakimiyyətə gələcək. Bu isə Mehranilər sülaləsidir.